Salam uşaqlar, bugün dimlə işləyirik və mövzumuz составление рассказа по картинкам 9-cu sinifə aid uşaqlar və burada nə edirik? Burada şəkillərə görə hekayə tərtib etməkdir. Deməli, hamısını bugün paylaşaram, inşallah hamısını da yükləyərəm, amma YouTube'da belə bir şey var ki, uşaqlar 3 video atanda, yəni ola bilər ki, sizə yəni bildiriş gələ, yəni bildiriş butonu açıqdırsa, bildiriş gələ bilər ki, yəni dimlə aid məsələn hansısa video var da, yəni rus dilindən. Amma mən çox atıram deyə YouTube belə deyək də error verir və bildiriş göndərməyəcək sizə. Ona görə də kanalıma daxil olaraq orada mahnı siyahısı var. Rus dilində yazılır playlisti. Orada tapa bilərsiniz. Yəni fayl var. Harda yazılıb dim rus dili 2023-cü il. Və orada tam, yəni hamısını tapa bilərsiniz. Yəni hər mövzuda paylaşdım. Uşaqlar az qalıbdı. Yəni oradan buradan paylaşıram. Vaxt da az qalıbdı. Heç olmasa sizə biraz kömək olum. Belə kanalıma da abunə olun uşaqlar və paylaşın. Yaxşı. Başlayaq. Deməli, burada nə edirik? Birinci dimin öz cavabını göstərirəm və dediyim kimi də hər dəfədə deyirəm. Burada uşaqlar bəlkə kimsə təzə qoşulub deyə. Dimin öz cavabını göstərirəm. Dim nə yazıbdı? Sonra öz cavabımı yazıram. Yəni orada struktur uzadı cümlənin dəyişərək yazıram. Amma yəni çərçivədən çıxmıram. Çünki bilmirəm, mən başqa cür biraz yazsam götürərmi dim, onu götürməzmi, onu bilmirəm. Ona görə də necə varsa elə də sizin üçün göstərirəm. Bu dimin öz cavabıdır. Дим nə yazır? Зимой Самир, Айдын и Тофик пошли играть в снежки. Айдын пошел к реке. Он подумал, что река уже замерзла, но лед был очень тонким, и поэтому мальчик провалился в воду. Самир и Тофик решили помочь другу выбраться из воды. Они взяли палку и протянули ее Айдыну. Айдын схватился за палку. Так, indi mənim yazdığımdır. Зимой Айдын, Самир и Тофик пошли играть в снежки. Айдын направился к реке, думая, что лед уже замерз. Однако лед оказался очень тонким, и он провалился в воду. Чтобы помочь другу выбраться, Самир и Тофик взяли палку и протянули ее Айдыну. Схватившись за нее, Айдын смог выбраться. Yəni sizə bir belə deyək də ideya olsun deyə, yəni ikisindən birin belə deyək də hansısa sözlərimi, hansı cümlələrimi sizə ola bilər ki, yəni yaddaşınızda qaldı və o şəkildə də yaza bildiniz. Yəni belə uşaqlar sağ olun, görüşərik.